Əvvəl buna konfet təklif edib, bu götürmüyor. Sonra yapışıb məcbur onun qolundan aparıb. 4-cü sinif şagirdinin əlinə şirniyyat verib onu oğurlamaq istədilər. Hadisə Suraxanı rayonu ərazisində baş verib. Şagird hər gün məktəbə babası ilə gedirmiş. Həmin gün babasının işi çıxır və məktəbə tək getməli olur. Elə nə baş verirsə ondan sonra olur. 10 yaşlı məktəblinin babası Yusif Babazadə deyir ki, hadisə nəvəmin məktəbdən çıxdığı vaxt baş verib. Tək olub uşaq, özü durub məktəbdən çıxıb evə gələndə. İndi Bəli. bilinmir də kimsə, o bir dənə deyir ki, onun dediyinə görə saqqallı bir kişi əvvəl ona nəsə konfet təklif edir, bu götürməyir. Sonra isə məcbur yapışıb qolundan aparıb bunu. Deyir, bəni bir kişi ilə bir qadın gətirdi, onun əlindən aldı, gördü mən çığırıram, ağlayıram. Aldı, məni gətirir. Yəni çox maraqlıdır, gərək bilmirəm də, müəmmalıdır ki, niyə gəlib valideyn bildirməlidir ki, yəni bu uşağı aparmışdılar. Ən azından belə deyək, çoxumda bir xəbərdarlıq eləməlidir ki, uşağı tək buraxmır da. Həmin ərazidə görüntü kameraları, polisdən istəmirsinizmi? Belə müşahidə kameraları varmı? Var, ondan atası gedib belə baxıb, deyir, nəsə elə bir ki, bir kadra düşmüşdü. Atası belə deyək də, uşağı götürüb aparıb polisə müraciət edib. Babanın sözlərinə görə nəvəsinin başına gələn hadisə ilə bağlı artıq 275 nömrəli tam orta məktəb, həmçinin Suraxanı rayon 33 nömrəli polis idarəsi də məlumatlandırılıb. Daxili İşlər Nazirliyi isə yayılan söz-söhbətlə bağlı faktı təsdiqləmədi və hətta Nazirlik bəzi şəxslərə bu həssas məsələ ilə bağlı müraciət də etdi. Uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir. Uşaq oğurluğu ilə bağlı polis orqanlarına hər hansısa məlumat daxil olmayıb. İddialar araşdırılıb. Qeyd olunan ünvanlar üzrə bu halın baş verməsi təsdiqini tapmayıb. Tövsiyə edirik ki, vətəndaşlar bu və ya digər əsası olmayan faktsız iddiaları paylaşmasınlar.